Vətən oğlu. Dağlar arasında, Xaçmaz kəndində bir oğul böyüdü Oğuz elində. Ağıllı, zəkalı, tərbiyəlidir. Torpağı, vətəni qəlbdən sevirdi. Sovet ordusunda xidmət edərək öz yurduna, vətəninə qayıtdı. 20 yanvar Bakı hadisələri qəlbində düşmənə nifrət oyatdı. 1-ci Qarabağ müharibəsində könüllü yollandı Vüqar döyüşə. O sakit, firavan, şən həyatını dəyişdi cəbhədə qızğın atəşə. Qəlpələr, güllələr göydə uçuşur. Güllə yağışında döyüşür Vüqar. Ağdam rayonunda nə qədər kənddə o qorxmaz Vüqarın ayaq izi var. Pulemyotla, minomyotla hər zaman mərmilər yağdırır düşmən başına. Vətən torpağını azad edərək sahib çıxırdılar hər qarışına. Abdal Gülablıda gedən döyüşdə Vüqar ayağından yara almışdı. Onu qospitala aparan zaman döyüşmək istəyib orada qalmışdı. Paprevənd uğrunda döyüşlər gedir. Tüstü, duman bir-birinə qarışır. Od, alov içində göz gözü görmür. Burada silahlar sanki yarışır. 14 əskərimiz vardı döyüşdə. Erməni vəhşilər sürü tək gəlir. Vüqar dostlarıyla birgə and içib qəhrəman igid tək döyüşə girir. Son damla qanacan vuruşur onlar. Döyüşdə şücaət göstərir Vüqar. Silahı qurtarır yalın əli ilə. Məhv edir düşməni o mərdliyi ilə. Erməni cəlladlar sayca çox olur. Vüqar neçə yerdən yaralar alır. Bədəni büsbütün qanın içində, huşunu itirib yerə yıxılır. İlk şəhid sədası gəlir bu kəndə. İnanmaq istəmir ana xəbərə. Gözləri qaralır, qəlbi göynəyir. Bayrağa bükülü tabut görəndə. Atanın qəlbindən inilti çıxır. Başını dik tutur, qürurla baxır. Onun ocağına qəhrəman gəlib. Vətəni uğrunda canını verib. Bacı da fəxrlə yaşını silir. Qardaşı igiddir, o yaxşı bilir. Neçə döyüşlərdə uğur qazanıb. Ən ali zirvəyə Vüqar ucalıb. Bu vətən sizləri heç vaxt unutmaz. Adınız millətin qəlbindən çıxmaz. Bu zəfərdə hər şəhidin izi var. Bütövlükdə Azərbaycan özü var.